Təsəvvür edin, həyat yoldaşınız sizə deyir ki, mən bu bayramı Moskvada qeyd edəcəm, amma sənsiz. Necə bir reaksiya verərdiniz? Zauro iş yoldaşları ilə birlikdə Moskvaya gəzməyə yollayırlar. Düzü birinci çox sərt bir reaksiya verdim ki, mənsiz necə gedə bilərsən? Sonra isə 2-3 gün düşünəndən sonra dedim ki, yox, get, bu bir fürsətdir, sən də Moskvanı görməlisən. Düzü, yeni ildə getmək fikrimiz var idi. Sadəcə bilet tapmadığımız üçün Türkiyəyə getmişdik. Amma həmişə istəmişəm ki, yeni ilimi bir dəfə Moskvada keçirdim. Düşünürəm ki, çox maraqlı olardı. Ona görə də dedim, Zaur, get, həm dostlarınla maraqlı vaxt keçir, həm də ki, Moskvanı görərsən. İndi isə Zaur qalıb mənə görə ki, mən səni qoyub necə gedəcəm? Ürəyim sıxılacaq orada, fikrim ancaq səndə olacaq. Mən isə deyirəm ki, rahat gedə bilərsən, çünki Kamagildə 1-2 gün qala bilərəm. Düzü 3 günlük gedir. Düşünürəm ki, 3 gündə qala bilərəm. İndi isə dəyərli həyat yoldaşım neçə gündür ki, mənim üçün ən yaxşı otellərə baxır ki, məni dincəlməyə harasa yollasın bacılarımla birlikdə ki, ürəyi məndə qalmasın, bilsin ki, darıxmıram və bayramım gözəl keçir. Çünki bu getməyi düz bayrama düşür qızlar. 19-u, 20-si, 21-i, 22-sinə düşür və düz bayram günləri birlikdə olmayacağıq. Düzü dedi ki, əgər otel tapmasaq, əgər sənin üçün dincəlməyə gözəl bir yer tapmasam, qəti şəkildə getməyəcəm. Çünki bilirəm ki, mən orada rahat dincələ bilməyəcəm. İnanın, hər gün deyirəm ki, Zaur, rahat şəkildə gedə bilərsən, amma təbii ki də məni tək qoya bilmir. İndi isə sadəcə sizin fikrinizi öyrənmək istəyirəm ki, mənim yerimə olsaydınız, həyat yoldaşınızı, dostları ilə birlikdə başqa şəhərə qoyardınız, yoxsa yox. Bilirəm ki, bir çox xanım icazə verməzdi, amma ki, mən düşünürəm ki, burada pis bir şey yoxdur. Bəzən ayrı-ayrılıqda da dincəlməliyik. Biz isə